Demək, euro dolar, funt dolarda artıq demək 1.16-200-lərdən alışlar gələcək, yəni ümumi olaraq gün ərzində qalxacaq. Satışlar isə alternativ ssenariydə 1.16-90'lardan gələcək. Dünən verdiyimiz proqnozlar siqnal kanalında demək 3 siqnalımız bizə qızıldan oldu, mükəmməl nəticə verdi. 2 siqnalımız alış siqnalı gümüşdən gəldi. Neftdən satış əməliyyatları ilə gələn nəticədə euro dolara, funt dolara 8 siqnalımız mükəmməl oldu. Funtun dolar rəqabətində alışlar 1.34-400'lərdən gələcək. Yəni 500'lərdən də biz siqnal kanalında 500'lərdən qeyd etmişik. Yəni 400'lərdən də verə bilərsiniz. Yəni 200 pipslik bir qalxış üçün. Bitcoin da yəni təbii ki təzyiq altındadır və əsasən də yəni bugün qalxış 64-750'lərə qədər, 800'lərə qədər qalxa bilər. Yəni oradan sonra formalaşsa, əsas alışlar isə demək 65-250'lərdən, 300'lərdən gələcək. Satışlar isə yenidən 61-9'lərdən aşağı formalaşsa, yenidən satışlar olacaq. Gün ərzində bugün cümə günündə ehtiyatlı olun, xəbərlər günün ikinci yarısından sonra xəbərlərdən sonra bazar sürətli hərəkətinə başlayacaq. Sağ olun, inşallah görüşməyə ümidi ilə.